Anam mənə dedi ki, mən Almaniyadaydım bu hadisə olanda. Yığdı məni. Mənə də birinci Rasim yığıb. Səhərlərdir. Deyir ki, YouTube'a baxmamısan. Orada saat 8-dir, burada 11-dir. Ya, noyabr ayının 9. Deyirəm, nə olub qarşı? Deyirəm, deyirəm, o gün narahatam axı Bakıdan. Deyirəm, sağ nə olub? Həsə İskəndərlə Rəşadda, mən bacım oğlu Rəşadı deyir. Nə olub? Hoşum hayır. Demir mənə ki, Rəşad dağıldı. İkisi də mənim üçün qorxulu vəziyyətdə. Amma bacım oğlu ilə bibim oğlu lap şeydir. O deyirəm, vurub nə olub? Banisada deyir. Deyir, ölüb. Ay da. Benim danışam o tüklərimiz bilir. Sonra deyir ki, deyirəm, anam necədir? Elə mən bacım oğlu. Deyirəm, anam haradadır? Anam necədir? Deyir, danışmamışam mənə ilə. Amma ağa ilə danışdım. Deyirəm, ağa kimdir? Deyir, Rəşadın qardaşı. Deyirəm, o dağlı Rəşad deyirsən. Deyirəm. Deyirəm, o başın xərabdır. İkisi də məsuldardır. Amma bacım oğlu 19 yaşında uşaq, yəni bibim oğlu ilə düşmançılıq və nəsə biraz da istəndim üstünə. Sonra anam yığdı. Qayıtdı mənə ki, sənə ömrümdə bu sözü deməmişəm. Sənin südümü halay eləmərəm. 40-a qədər heç nə danışma. Heç bir şey danışma. Çünki Rəşadda səndir. Sən uzaqdasan. Bu dəqiqə mən də bilsən necə hazırlaşmışam. Bilməm o hadisə nədir. Doğrudan da Rəşad üçün pis hazırlaşmışam. Beynimdə ki, gələcəm sözümü deyəcəm də Azərbaycan. Oradan demərəm. Çünki mən qəribçilikdə, 30 daxsıda, o kişilikdə. Anam qəti 40 gün səbirə, sənin südümü hava eləmərəm. Nə qədər jurnalist nömrəmiz oldu tapılar, deyim qardaşım yox. Mən bu barədə danışmıram. Gəldim Bakıya, gördüm hadisələri. Gördüm ki, burada ikisi də bədbaxtlar. Yəni oynaşı, Allah şeytana lənət etsin, Mərdim Azara lənət etsin. Anama dedim ki, sənə qurban olarım, sən mənə səbir eləməyə öyrətdin də. Yəni indi mən bir hadisə olursa ya, nə qədər qərar vermirəm. Bilinizə. O mənə kömək oldu ki, mən Rəşad barəsində düzgün qərar verdim.